Balakən rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-legal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stop Narkotikaza bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı Elnur Yekeyev saxlanılıb. Ondan 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə Günel adlı şəxsdən aldığını bildirib. Nur, o bir dənəsini qoyum da qıraqdı. Hə, 100%, yəni 100 zəhər götürəcəksən. Yəni mənə dəqiqdir. O billəri itirim mən evdən, başa düşdün? Bir dənə kola var, uşaq gəlsin, bir dənə kolanı aparsın, dağılmırım, sakitçilikdir. Rahat işimi görəcəm, bir dənə səbirli olsun. Kolanı verim, qutarsın, çıxsın əlimdən, deyirəm sənə. Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb. Onun yaşadığı ünvandan torpağa bastıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. Günel İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib. İran vətəndaşından tanış olmuşdum. Ondan narkotik götürüb satırdım. O konum atırdım, mən gedib götürürdüm. Axırıncı səfər 3 kilo narkotik, 2400 ədəd dərman satış məqsədi ilə götürmüşdüm. Polislər tərəfindən saxlandım. Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.